Dostlar, bir mövzu haqqında sizdən danışmaq istəyirəm. Qabaq lalə gülləri, ən maraqlı güllər, çiçəklər dağların ətəyində kilometrlərlə yol gedirdiniz ki, orada mənzərədə ailənizlə istirahət edəsiniz, şəkil çəkdirəsiniz. Hal-hazırda bax, masazırda bu lalə gülləri çıxıb, insanlar ailəsi ilə gəlib təbiətdə dincəlir. Bax, görürsünüz, ailələr hamısı xoşbəxt, firavan dincəlir, özləri görürsünüz. Baxın, insanlar dincəlir. Başa düşə bilmirəm. Biz niyə belə qəddarlaşmışıq, hər şeyin kökünü qurutmağa çalışırıq? Bir dənə, iki dənə dərdim bildik ki, dərdin nümunə aparıb həyatında əkmək istəyirsəniz, zövq almaq üçün dəstə-dəstə kökündən niyə çıxardırsınız? Niyə məhv edirsiniz təbiəti? Qoy biz də, başqaları da ailələrlə gəlsin, dincəlsin. Hər şey sizin üçün yaranmayıb ki, başqalarını da düşünün də. Bu mənim şəxsi fikrimdir, sadəcə bölüşmək.